Bu cür iddialı Turan Tovuzla hələ də xaotik dövrdən çıxa bilməyən və reabilitasiyadan keçən Neftçi üzə gəlir. Ona görə dostlar, yəni Neftçinin 0-1 hesablı məğlubiyyəti burada Neftçi adına böyük fəlakət sayılmalıdır. Yəni mən yenə demək ki, sözümüz zamanıdır ki, Neftçi kifayət qədər yaxşı da futbol oynadı, Turana da uyğun kifayət qədər oyun da oynadı. Vernidubun da gedişləri mənim üçün kifayət qədər. Qəliz komandada Turan Tovuz. Əlbəttə, qəliz yox, bəlkə bizim çempionun ən qəliz komandasıdır, bəlkə də mən deyərdim. Və bu baxımdan Neftçini mən başa düşürəm. Amma qolu da Turan vurur. 1-0 önə keçir. Gəl indi Turan Tovuza sən bərabərlik qolu. İş arasındadır ki, artıq burada ona görə deyim ki, mən hələ Neftçidən danışırdım və Neftçini kifayət qədər, yəni belə bacardığım qədər özüm üçün aydınlıq gətirirdim ki, yəni niyə nətər oynadılar? Oyun üçün hər şey adekvat idi. Sadəcə məncə biraz bəxtləri gətirmədi. Ən azından o həmləni də etdilər. Hansından ki, çox vaxt danışırdıq ki, yəni Abubakar yaxşı həmlə üçün oyunçusudur və həmləni də etdilər. Abubakar da girdi. 2 dənə qola oxşar epizodu da var idi. Nəsə etməyə çalışdı. İkisindən bir qol çıxartmaq olardı, çıxmadı. Başqa oyunlarda bir görsən girərdi, vurardı. Yəni bir balaca mənə elə gəlir ki, Neftçinin acı bəxti gətirmədi, amma bu bəxtin də arxasında bir qanun uyğunluq dayanır. O da ki, həmin məsələ Turan Tovuzdur. Bu komandanın belə deyək də səmballı oyunu, bu komandanın təşkil olunmuş, artıq vərdiş olunmuş, oturuşmuş oyunu, bu komandanın klası. Bu komandanın klası, təcrübəsi artıq çevrilib bir mental qüvvəyə, mental gücü var. Mental güc nədir? Komandanın gücü müəyyən oyunlarda bəlli olur. Haçan ki, sırf üstünlüyün sayəsində, dominasiya sayəsində yox, epizod sayəsində qalib gəlirsən. Yəni oyun bərabər gedir, amma yekunda sən qalib gəlirsən. Nətər? Hansısa bir epizodu, hansısa bir oyunçun 100% yerinə yetirir. Jo Batista öz işini gördü. Fərdi ustalıq və ya hansısa bir epizod. Ona görə deyirəm ki, yekunda bu təcrübə, o oturmuş oyun mental bir keyfiyyətə çevrilir. O da nədir? Oyunlar çıxartmaq qabiliyyəti. Yəni o oyunu məsələ Neftçidə tərz axtarır. Əlbəttə ki, orada Neftçidə bu hələ formalaşa bilməz. Amma Turanda bu artıq formalaşır. Bax bu çempionatda Turan neçə dəfə bizə göstərdi ki, bərabər oyunlar, yaxşı alınmayan oyunlar, epizod belə çətinlik çəkdiyi oyun yaratmaqda çətinlik çəkdiyi oyunlar belə çıxarda bilib. Nəyin sayəsində? Kiminsə məsələn 14-cü zorunun zərbəsi ilə, kiminsə standartı ilə, kiminsə nə bilim bir tək qolu ilə. Yəni bu artıq bu komandanın nə qədər yetkin və daha samballı kluba çevrilməsinə, komandanın çevrilməsinə göstəricisidir. Var oyunçuların xarakteri və bir də var oyunçuların xarakterləri sayəsində, mütəmadi oyun sayəsində komandanın xarakteri və komandanın formalaşmış ruhu xarakter. Statistika adına da bu oyun Turan Tovuz üçün uğurlu oyunlardan biri sayıldı. Turan Tovuz evdə 26, səfərdə 24 dəfə 3 xala sevinib və Qərblilər turnir tarixində ən azı 50 qələbə qazanan 26-cı komanda oldular. Bu da onların adına maraqlı statistikadır və bu statistikaları da gətirən səbəb uğurdur.